Hə, indi isə hidrogen haqqında danışaq. Oksigeni indi niyə keçmirəm? Oksigende bir 10-12 reaksiya var ki, təzə reaksiyalardır. Təzə keçəcəyimiz çox olmaz. Amma hidrogende təzə deyiləcək az olacaq. Qulaq asın. Bir də suda nəyi demədim, nə yadımdan çıxdı. Su dərsini oxuyandan sonra bunu oxuyasınız da. Bizə verilir ki, hansı maddələrin suda məhlulunu hazırlamaq olar? Hansı maddənin suda məhlulunu hazırlamaq olmaz? Məsələn, deyək ki, bərk maddələrdən baxın. Biri xlorid su verilib, biri barium sulfat, çöküntü verib də. Suda həll olan maddənin məhlulunu hazırlamaq olar. Amma suda həll olmayan maddənin məhlulunu hazırlamaq olmaz. Məsələn, xlorid suyunun məhlulun tərifi nədir? Həll olan maddədən və həlledicidən ibarət olan sistem məhlul adlanır. Elə deyil. Barium sulfat suda həll olmayan maddədir. O necə deyə həll olan maddədən? Çatdı nə deyirəm? Suda həll olan maddənin məhlulunu hazırlamaq olar. Amma çöküntü halında olan maddələrin məhlulunu hazırlamaq olmaz. Məhlulun içində hansı maddələr olur? Ancaq suda həll olan maddə. Məsələn, deyirik ki, məhlulda hansı maddə qalmaz? Qaz qalmır, uçur gedir, sudur qalmır, buxarlanır, çöküntüdür, çökür dibinə. Məhlulun içində bunlar qalmaz. Məhlulun içində ancaq həll olan maddə qalar. Bir də nüsü çox olan həll olan maddə, məhlullar dərsində testlər işləyəndə görəcəyik. Bir də onda deyini qazlardan. Yaxşı, hansı qazların, bərk maddələrdən dedik ki, suda həll olan bərk maddələrin məhlulunu hazırlaya bilərik. Çöküntünün yox, bəs qazlardan hansı qazlarını hazırlamaq olar? Su ilə reaksiyaya girən qazların məhlulunu hazırlamaq olmaz. Su ilə reaksiyaya girirsə yeni bir maddə alınır. Sən bu maddə məhlulunu hazırlaya bilməzsən. Gərək reaksiya getməsin. Məsələn, bu adi bərk maddələrdə xlorid su ilə reaksiyaya girmir. Sadəcə suda həll olur. Sadəcə suda həll olur, xlorid suda məhlulunu hazırlamaq olar. Qazlara gələk. Qazlardan bəs hansıları hazırlamaq olar? Su ilə reaksiyaya girməsin. Sadəcə suda həll olan qazların məhlullarını hazırlamaq olar. Reaksiya girməsin. Girsə mən istədiyim məhlul alınmayacaq, başqa bir şey alınır. Yəni, baxın, H-flor, H-xlor, H-brom, H-yod, H2S, bunlar adi şəraitdə qaz halındadır, turşularda demişdik. Amma suda məhlulları turşulardır. Suda çox yaxşı həll olaraq turşular əmələ gətirir. H2S laq yumurtası verən qazdır. Suda məhlul turşudur. O demək deyil ki, H2S-də gəl su nə alınır? Heç nə. H-flor, H-xlor, H-brom, H-yod suda yaxşı həll olan qazlardır. Suda həll eləyirlər, yeni maddə alınmır. Sadəcə məhlullar əmələ gəlir. Deməli, suda həll olan bərk maddələrin, amma cavab reaksiya alınmasın ha. Deyərsən, məsəl üçün, natrium suda həll olur da, natriumun suda məhlulu, natrium suda həll olan maddədən də reaksiya gedir. Amma xlorid su ilə reaksiyaya girmir. Sadəcə suda həll olur. Su ilə reaksiya söhbəti olmasın. Mən bu maddənin məhlulunu hazırlamaq istəyirəmsə, həmin maddə su ilə reaksiyaya girməsin, sadəcə suda həll olsun. Məsələn, xlorid su, şəkər, elə deyil, glikoza, bunlar su ilə reaksiyaya girmir, suda həll olur. Bəli, bunların məhlulunu hazırlaya bilərəm. Barium sulfatın məhlulunu hazırlamaq o düzgün deyil, o çöküntüdür. Və yaxud suda həll olan qazlar, reaksiya girməsin, suda həll olan qazların məhlullarını hazırlamaq olar. Dediyimiz kimi hansı qazlar? H-flor, H-xlor, H-brom, H-yod, H2S su ilə reaksiya girmir, suda həll olur, bəli, onun məhlulunu hazırlamaq olar. Amma məsələn CO2 qazdır da, amma su ilə reaksiya gedir, H2CO alınır. NO2 qonur rəngli zəhərli qaz halındadır da. O su ilə girir HNO3 və HNO2, qızdırılanda HNO3 və NO. Su ilə reaksiya girən qazların məhlullarını hazırlamaq olmaz. Girməsin, amma suda həll olsun. Bax, bunları hazırlamaq olar. Sonra hansı qazları suyu sıxışdırıb çıxarmaqla toplamaq olar, hansıları olmaz? Bunu bayaq suda deməliydik. Hansı qazlar suyu sıxışdırıb çıxarmaqla toplamaq olar, hansını olmaz? Baxın, əgər su ilə reaksiya girirsə bu qaz, məsələn bu sudur, bir dənə qaz tökürəm içinə. Əgər o qaz su ilə reaksiya girirsə, su onu necə sıxışdırıb çıxarsın ki, reaksiya girdi, içəridə nəsə alındı. Su ilə reaksiya girən qazları su sıxışdırıb çıxara bilməz. Amma su ilə reaksiya girməyən qazları su rahatçılıqla həmin qazı sıxışdırıb çıxara bilər. Məsələn, karbon qazı su ilə reaksiya girir. Su onu sıxışdırıb çıxarmayacaq. SO2 qazı, SO2 üstəgəl su, H2SO3 alınır da, su ilə reaksiyaya girir. Amoniak, qoyacaq, amoniak su ilə reaksiyaya girir. NH4 OH-dan spirti alınır ki,
Huşu gedən insanları bu maddə ilə ayılırlar. May halında olur. Bunun suda məhluludur. Kəskinliyi var, həmin kəskinlik amonyak qazınındır. Su ilə reaksiya girən qazları hava su sıxışdırıb çıxara bilmir. Amma su ilə reaksiya girməyən qazları su həmin dəqiqə onları sıxışdırıb çıxara bilər. Məsələn, hidrogen, oksigen, azot nə su ilə reaksiya girmirlər, nə suda həll olmurlar. Bəli, ona görə də su həmin qazları sıxışdırıb çıxarar. Deməli, girirsə, su həmin qazı çıxara bilməz. Amma girmirsə, su onu sıxışdırıb çıxaracaq da yeni bir maddə əmələ gəlməli. İndi hidrogen haqqında danışaq. Hidrogenin nisbi atom kütləsi. Nisbi atom kütləsi 1-dir, amma nisbi molekul kütləsi 2-dir. H2 yazılır. Hidrogen havadan 14,5 dəfə yüngül olan qazdır. 14,5-i necə tapıram? Hidrogen 2-dir, hava 29-dur. 14,5 dəfə yüngüldür. Hava 29-da axı. Testdə bura baxın. Hələ ki yenə deyirəm, təzə iş nə demirik. Təzə çıxanda deyəcəyik. Sonra 14,5 dəfə yüngüldür. Hidrogen sıxlığı nəyə bərabərdir? Rho bərabərdir M böl V. Yəni 1 böl 11,2 bərabərdir. Hidrogen 2 atomlu bəsit maddədir. Bax, indi bizə deyir hidrogen və H. Hansı bəsit H2 və H. Hansı bəsit maddədir, hansı kimyəvi elementdir? H2, H2 bəsitdir. Bəsit. Deyirəm, H2-nin içində hansı kimyəvi element daxildir? Hidrogen. Bildiniz nə deyirəm? Təkcə olanda kimyəvi elementdir. Mendeleyev cədvəlində sizcə kimyəvi elementlər yerləşir, yoxsa bəsit maddələr? Kimyəvi element. Demişdik 110, 110-dan da çox kimyəvi element var. Ax, orada H2 görmürsən, O2 görmürsən. Elə deyil. Ümumiyyətlə, bəsit kimyəvi element anlayışı nədir? İlk anlayışlarda keçmişik. Əgər, məsələn, bunun özü haqqında danışırıqsa, bu bəsitdir. Amma hansısa birləşmənin içindən danışırıqsa, kimyəvi elementdir. Baxın, hidrogen ən yüngül qazdır. Bu bəsitdir, kimyəvi element. Bəsit. Hidrogen ən yüngül qazdır, bəsitdir. Hidrogen, nə bilim, deyək ki, oksigenlə reaksiyaya girir. Bəsitdir, kimyəvi element. Bəsit. Birləşəndə ama kimyəvi olur. İndi başqa şey deyirəm. Deyirəm, hidrogen suyun tərkibinə daxildir. Kimyəvi. Burada su bəsitdir, hidrogen bəsit deyil. Axı, suyun içində hansı kimyəvi elementlər var? Hidrogen və oksigen. Birləşmənin içindən danışıramsa kimyəvi elementdir. Amma hidrogen ən yüngül qazdır, hidrogen rəngsiz qazdır, hidrogen onunla reaksiya girir, hidrogenlə metallarla reaksiya girir, bəsitdir. Hidrogen H2 yazılanda deməli, bəsit və kimyəvi elementdən danışırdıq. Bir sözlə, oksigen havanın tərkibində. Düzdür, indi hal-hazırda oksigen deyil dərsimiz. Prosto xatırlayırıq ilk anlayışları. Havanın tərkibində nə ilənsə birləşməyib ki, ayrıca adı da bəsit maddədir. Hidrogen ən yüngül qazdır, hidrogen reduksiyicidir, hidrogen filan şeylə reaksiyaya girir, bəsitdir. Hidrogenin içinə hansı kimyəvi element daxildir? Hidrogen kimyəvi elementi. Yəni, bir dənə olanda kimyəvi elementdir, bu ikincisi bəsit maddədir. Çatdı, suyun içinə H2SO4 suyun içinə hidrogen daxili, hidrogen orada kimyəvi elementdir. O qədər Yusifə baxıram, gücü dediyim də yadımdan çıxır. Bu belə. İndi hidrogen haqqında nə edir? Hidrogen dövrü cədvələ baxsaz, hidrogen dövrü cədvəldə həm, bax, birinci dövrün, o bu qruplardır da, 1, 2, 3, 4, 5, 6, 7. Burada da yazıram ki, 8. Həm birinci dövrün birinci A qrupunda yerləşir, həm birinci dövrün hansı qrupunda yerləşir? 7-də yerləşmirdi. 7-də lap yuxarıda. Hidrogen, elə deyil. Deməli, hidrogen dövrü cədvəldə birinci dövrün həm 1A, həm də 7A yarım qrupunda yerləşir. Buna səbəb nədir? Səbəbini deyim. Birinci A yarım qrupunda hidrogen, lityum, natrium, kalium, o şey metallar yerləşirmi? Güclü metallar. Güclü metallar da güclü elektron verir. Yəni güclü reduksiyicilərdir, 1 ad olanlar. Amma 7 ad olanlar, fluor, xlor, brom, yoddur da, elə deyil. Onlar da güclü oksidləşdiricilərdir axı. Hidrogen birinci A qrupunda yerləşməsinin səbəbi qüvvətli reduksiya edici olmasıdır. Bildiniz? 7A-da yerləşməsinin səbəbi halogenlər kimi qüvvətli oksidləşdirici olmasıdır. Deməli, hidrogen həm elektron ala bilər, həm verə bilər. Güclü elektron verdiyinə görə güclü reduksiyicidir, güclü metalların cərgəsində gəlib. Güclü elektron ala bildiyinə görə həm də yəni güclü oksidləşdiricidir, 7-ci A yarım qrupunda yerləşir. Hidrogen dediyi rəngsiz, iysiz, havadan yüngül, zəhərsiz qazdır. Havanın tərkibində hidrogen olmur ha.
Bir də onu bilək ki, hidrogen təbiətdə yalnız birləşmələr şəklində mövcuddur. Hidrogenə sərbəst halda kainatda, ulduzun, planetin tərkibində rast gəlinir. Bu cümlələr təzədir. Hidrogenə təbiətdə yalnız birləşmələr şəklində, sərbəst halda kainatda, planet, ulduzların tərkibində olur. Testdə verilir. Aşağıdakı qazlardan hansının havanın tərkibindən almaq olmaz? Karbon qazı deyirik havada, oksigen qazı var havada. Azot qazı havada, azot qazı var da almaq olar. Hidrogen qazı yox, havada hidrogen qazı yoxdur. Bunu havadan necə alsınlar ki? Aydın oldu. Hidrogen yanacaq kimi istifadə edilir. Biləsiniz, hidrogendən tətbiq sahələrini birazdan deyəcəyim. Hidrogen 2 atomlu bəsit maddə. Təkcə dayananda oksidaşma dərəcəsi 0-dır. Amma belə hidrogen bütün birləşmələrdə harda görsəz, hər yerdə müsbət 1-dir. Amma metal hidridlərində, axı metal müsbət neçədirsə, deyək ki, bir valentli metalsa müsbət 1-dirsə, bu da mənfi 1-dir. Və ya 2 valentli metaldır, müsbət 2-dir, yenə mənfi 1. Bor hidriddə hidrogen mənfi 1-dir və silan qazında, silisium H4-də hidrogen mənfi 1-dir. Hidrogen bütün birləşmələrdə müsbət 1-dir. Metal hidridi, silan qazı, bor hidriddə mənfi 1-dir, təkcə dayananda 0-dır. Yəni hidrogenin ən böyük oksidaşma dərəcəsi müsbət 1-dir, ən kiçik mənfi 1-dir. Bu aralıqdır. Hidrogen ən böyük oksidaşma dərəcəsində yalnız oksidaşdırıcı, yadınızdadsa deyilmişdi bunlar. Ən kiçiyində yalnız reduks edici. 0 halında hidrogen nə vəziyyətdə? Deyirsən, həm oksidaşdırıcı, həm də reduks edici xassəyə malikdir. Yenə də deyirəm, təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Hidrogen bir valentlidir. Bütün birləşmələrdə yalnız və yalnız, bura baxın, hidrogen bir valentlidir. Yəni hidrogen molekulunun yaranmasında bir rabitə və 2 elektron iştirak edir. Bu bir rabitədə sigma rabitəsi. Bir qat olanda sigma da axı. Eyni qeyri-metal atom arasında yaranan rabitə qeyri-polyar kovalent rabitədir. Yəni bunda qeyri-polyar kovalent rabitə var. Qeyri-polyar kovalent rabitəli maddələrin molekulları da qeyri-polyardır. Deməli, qeyri-polyar molekula malikdir. İndi bizə deyir molekulyarda, iyonda, kristal qəfəsinin tipi nədir? Qazlar bərkimiş halda molekulyar kristal qəfəsinə malikdir. Yadda qaldı. Sonra hidrogenin 3 izotopu var. 1-1 hidrogenium və ya protium, 1-2 deuterium, bir də 1-3 tritium izotopları var. Bunlar haqqında da bilirik. Hələ ki təzə məlumat heç nə demədik. Keçirik hidrogenin alınmasına. Baxın, sənayedə alınmada var. Laboratoriyada alınmada var. Deyəsi sənaye ilə laboratoriyanı hardan seçəcəyik? Neyiniz? Bura baxın. İndi, bax, metan alkanlarda keçmişdik. Sənayedə yazıram. 3 temperaturda parçalana bilər. Hər üçündə də hidrogen alınır. Hər üçündə də. Demişdik, 1500-də də parçalanır, 1000 dərəcədə də, 550-600-də də. Ən böyük temperaturda hidrogeni ən az olan qaz asetilən qazı alınır. Ən kiçik temperaturda hidrogeni böyük olan etilen qazı, amma orta temperaturda karbon və hidrogen alınır. Bu keçilibdir, elə deyil. Alkanlar suda, ümumiyyətcə üzüm karbohidrogenlər suda cüzi həll olurlar. Amma bu reaksiyaya getmək ayrıdır da. Metan su ilə, metan həm su buxarı ilə, həm karbon qazı ilə konversiya eləyə bilər. Nə alınır? Bir də bunu da yazın. Karbon üstəgəl su. Üçündə də eyni şey alınır. Bax, CO üstəgəl hidrogen. 6 hidrogen var, bura belə. CO üstəgəl hidrogen. Əmsallaşdıranda 2, oksigen də 2 düzəldir. Burada da CO və hidrogen. Deyəsə, burada niyə əmsal yazırıq ki? Bir şey başa salacağım ona görə. Metan həm su ilə, əlimə baxın, həm karbon qazı ilə, həm karbon su ilə reaksiya girəndə CO və hidrogen alınır. Amma karbonun su ilə reaksiyasından alınan CO və hidrogen sintez qazıdır, su qazıdır, su qazı. Amma bunlardan alınan CO və hidrogen isə sintez qazıdır. Deyəsiniz, fərqi nədir? CO-nun hidrogenədir də, yenə də ikisi bir yerdədir. Əgər CO və hidrogen birin biri olan nisbətindədirsə su qazıdır. Amma 1-in 3-ə mi deyim, 2-nin 2-ə mi olan nisbətində olanda sintez qazıdır. Ən çox testlərdə bununla düşür. Sintez qazında, məsələn, deyir ki, aşağıdakı qazlardan hansı qaz qarşılığından ibarətdir? Məsələn, deyir, karbon qazı. Deyirəm, karbon qazı CO2, bir dənə qaz var da içində. Nə bilim, dəm qazı, CO, bir dənə qaz var da içində. Amma deyilir,
Sintez qazı. Sintez qazı qaz qarışıqlarından ibarətdir. Su qazı qaz qarışıqlarından ibarətdir. Hansı qazların qarışımından? Dəm qazı və hidrogendən. İmini əzbər bilməli ya. Su qazının tərkibində CO və hidrogen birin biri olmalıdır. Amma sintez qazının tərkibində CO1, H2, 3 və yaxud 2-nin 2-yə də götürülə bilər. Aydın oldu. Cümləni belə də deyə bilərik. Metan iştirak elədisə, əgər metan iştirak eləyib də alınan CO və hidrogenlər sintez qazıdır. Metansız alınan CO və hidrogen su qazıdır. Su qazında birim CO da birdir, hidrogen də birdir. Çatdı. Bax bunlar hidrogenin sənayedə alınma reaksiyalardır. Sənayedə. Sənayedə hidrogenin alınması ancaq metanla, karbonla bax bu şəkildə alınır. Amma indi karbon iştirak eləmədən alınan hidrogen reaksiyaları onlar laboratoriyadır. Sənaye ilə laboratoriyanı səhv salmayın. Sənayedə bu metanla, bu karbonla olanlar sənayedə hidrogenin alınmasıdır. Amma laboratoriyadakini yazırıq indi. Laboratoriyada nə idi? Bax, demişdiyim ki uşaqlar, hansı turşulardan ümumiyyətlə hidrogen çıxmır? Birinci o cümləni soruşum. Hansı turşudan nə qaçsından, nə dursundan hidrogen alınmır? Nitrat turşusunun, nə durusundan, nə qaçsından hidrogen alınmır. Ümumiyyətlə nitrat və sulfatın qatı və durusu bir-birindən fərqlənir də. Solda eləmə, qulaq as. Nitrat və sulfatın qatısı və durusu bir-birindən fərqlənir, digərlərində fərqlənmir. Nitratda heç vaxt hidrogen alına bilməz. Amma digər turşular durusundan hidrogen alınır, qatısından. Duruda duz və hidrogen alınırdı, qatıda su alınırdı, elə deyilmiş də. İndi biz hidrogen alma reaksiyasını deyirik, meymunluq eləmə. Aktiv metallar, həmçinin orta aktiv metallar, bütün duru turşularla bir dənə nitratın durusundan başqa reaksiyaya girib duz və hidrogen alınır. Bunları biz turşularda keçmişik. Dəmir olsun. Xlorid təkcə xlorla girəndə dəmir neçə valentli duz alınır? 3 valentli. Amma H-xlor turşusundan girəndə 2 valentli duz alınırdı, üstəgəl hidrogen. Sonra həmçinin xrom da bu cürdür. Dəmir H-xlorla girdiyi kimi xrom da bura bax. H-xlorla girəndə 2 valentli duz alınır. Deməli, aktiv və lop duru sulfatla yazaq. Fərqi yoxdur. Dəmir üstəgəl duru sulfat turşusu yazıza düşür. Duru ilə 2 valentli, qatı ilə 3 valentli duzu alınırdı. Alınır dəmir SO4 ilə birləşəndə 2 valentlisi. Bu da 2-dir, bu da 2-dir, bu da hidrogen. Amma pasiv metallar heç bir duru turşu ilə reaksiyaya girmir. Bir dənə nitratın durusu ilə girir ki, onda da dedikdə hidrogen alınmır. Biz hidrogen alma reaksiyalarından danışırıq. Yəni, hidrogeni sənayedə bayaq dedik, karbonla, metanla aldıqlarımız sənayedə alınmadı. Amma qaldı aktiv metallar, bütün duru turşularla, aktiv və orta aktiv, hidrogendən solda gələnlər, bütün duru turşularla, nitratdan başqa reaksiyaya girirlər, duz və hidrogen alınırlar. Amma sağda gələn metallar, pasiv metallar heç bir duru turşudan hidrogeni çıxarmır. Çünki pasiv metallar heç bir duru turşu ilə girmir. Girdiyi yeganə duru turşu nitrat ki, ondan da hidrogen alınmır. Pasivlərin ümumiyyətcə girdiyi turşular nitratın durusu, nitratın qatısı və sulfatın qatısıdır. Yadınıza düşür bu reaksiyalar. Sonra hansı metallardır ki, bunlar keçilib, təzə deyil hələ. Hansı metallar qələvi məhlulu ilə reaksiyaya girir? Yalnız və yalnız, bunu da keçmişik. Yalnız və yalnız amfoter metallar qələvi məhlulu ilə reaksiyaya girir. Belə yazaq da, məsələn, istənilən bir qələvi ilə duz və hidrogen alınır. Yerdə qalan metallar hidrogenlə girmir, qələvi ilə girmir. Məsələn, mən desəm ki, deyək ki, deyirəm də, barium üstəgəl qələvi. Bu amfoter metal deyil axı. Və yaxud dəmir üstəgəl qələvi. Heç bir metal, nə bilim, magnezium üstəgəl qələvi. Heç bir metal, heç bir qələvi ilə əsasla girmir. Yalnız və yalnız sink, alüminium, berilyum bu amfoter metallar qələvi məhlulu ilə reaksiyaya girir. Başqa heç bir metal, ruçkanı eləmə, qələvi ilə girmir. Qeyri-metallardan çoxu qələvi ilə girir. Amma biz deyəsi ki, bunun bu dərsimizə aidiyyəti var. Amma hansı qeyri-metaldır ki, qələvi ilə girəndə hidrogen alınır? Silisium. Biz silisium yazacağıq. Yəni, hidrogenin alınması üçün metallardan yalnız amfoter metallar qələvi məhlulu ilə girməlidir. Zaten başqa metallar girmir. Qeyri-metallardan başqa qeyri-metallar girən var ya qələvi ilə. Prosta hidrogenin alınması silisiumla baş verir.
Bunlar qələvi məhlulu ilə girəndə. Duzlarda demişdik, yenə deyək. Sink qələvi məhlulu ilə, sink nədirsə berilyumda onun tayıdır, ekvivalentli metaldır. Amma bu 3 valentlidə bax kalium qələvi məhlulu deyəndə üstünə su da gəlirik. Silisium 4 valentlidir. Qələvi məhlulu deyəndə qələvi üstəgəl su da gəlir. Bax bunları əzbər bilməzsə. 2 valentlidir. Sink qələvi məhlulu deyəndə ancaq qələvi gəlirsiniz. Berilyum qələvi məhlulu deyəndə ancaq qələvi. 2 valentlərdə belədir. Amma 3 valentli və 4 valentlidə qələvi məhlulu deyəndə su da gəlirik. Nə alınır? Demişdik ha, kalium sink 2 valentli olduğuna görə kalium 2, elə deyil. Sink O2 və hidrogen alınır. Burada da kalium 2, berilyum O2 və hidrogen alınır. Ucu alüminiumda 2 düşməyəcək. Kalium, alüminium, O2 və hidrogen. Burada kaliumun silikatı alınır. Silikat turşu H2 silisium O3 değil mi? H2'ni çıxaraq. Kalium 2 silisium O3 və hidrogen əmələ gəlir. Yəni metallardan hansı metallar qələvi məhlulu ilə girir? Yalnız amfoter metallar. Qeyri-metallardan bir dənə silisium qələvi məhlulu ilə girəndə hidrogen qazı alınır. Başqa qeyri-metallar girəndə nə alınır? Onlar sonra keçəcək hələ ki. İndi deyilir ki, bax, bunlar hamısı eyni moldadır. Hansından daha çox hidrogen alınır? Biz indi yazıb əmsallaşdırıb eləmədən yolun deyək. Bax, amfoter metallar hamısı budur və yaxud bu da amfoter, bu metal deyil. Eyni molda götürülüb hansının daha çox hidrogen alınır? Valentliyi böyük olandan daha çox hidrogen alınır. Silisiumun 1 molu girəndə daha çox hidrogen alınır. Bu 4 valentlidir. Sonra 3 valentlidir. Metallarda alüminiumdur. Hə, metallarda alüminium. Amma bunların hər ikisindən eyni olur da. 2 valentlidə əmsal nə düşsə odur. Bu da belə. Sonra hidrogenin alınma reaksiyalarından bunları dedik. Bir də onu biləsiniz ki, güruldayıcı qaz nədir? Demişdik, su əmələ gələn zaman pak-kapak səslər çıxdığına görə bu güruldayıcı qaz adlanır. Yəni güruldayıcı qazın formulu 2H2 və 1O2-dir. Suyun qabaq hissəsi də belə deyək, su alınma reaksiyada. Əvvəl hissəsi. Deməli, güruldayıcı qazın tərkibi 2H2 və 1O2-dən ibarətdir. Qaz qaşığı. O demir ki, su prosu nədən ibarətdir? Bax budur. İstəyir parçalanıb alsın, istəyir ki, yox, girəndə də su əmələ gələn zaman. 2H2 üstəgəl O2 güruldayıcı qazdır. CO üstəgəl H2 su qazıdır. CO üstəgəl 3H2 sintez qazıdır. Bunları əzbər bilməlisiniz. Bu belə. İndi keçirik hidrogenin kimyəvi xassələrinə. Yəni ki, hidrogen görəsən nələrlə reaksiyaya girib? Qulaq as. Həm hidrogen, həm oksigen, burada aşağıda yazıram, həm oksigen, həm azot. Bax bu qazlar. Hidrogen, oksigen, azot. Nə əsasla reaksiyaya girmirlər, nə turşu ilə reaksiyaya girmirlər. Heç bir turşularla, nə heç bir duzlarla reaksiyaya girmir. Hidrogen dedimi? Oksigen, azot da bu cürdür. Hidrogen, oksigen, azot nə əsasla, nə turşu ilə, nə duzla reaksiyaya girmir. Bəs hidrogen nə ilə girir? Hidrogen oksigenlə girir. Bunu da bilirsiniz, H2O. Hidrogen azotla girir. Kəskin ilə hidrogen azotla girir. Azotla girir. Kəskin ilə amonyak qazı alınır. Amma daha da hidrogen oksigenlə girdi, su alındı mı? Hidrogen suyla reaksiyaya girmir. Hidrogen azotla girib amonyak alındı mı? Hidrogen daha amonyakla reaksiyaya girmir. Bunları biləsiniz. Sonra hidrogen karbonla girəndə alkan alınır. Elə deyil. Hidrogen alkanla girmir. Axı demişik, alkanlar doyub ona görə girmir. Sonra hidrogen oksigenlə karbon. Hidrogen halogenlərlə girir. Flor 2, xlor 2, brom 2, yod 2. Birini yazıram. Hidrogen florla və xlorla adi şəraitdə günəş işığının təsiri altında reaksiyaya girir. Günəş işığının təsiri altında baş verən reaksiyalar radikal mexanizmi üzrə baş verir. Alınır H flor. Günəş işığı olmasa iyon mexanizmidir. Testlərdə bəzən düşür. Xlor da, brom da, yod da, yəni H flor, H xlor, H brom, H yod alınır. Hidrogen S-lə girəndə H2S laq yumurtası verən qazlı suda çox yaxşı həll olaraq sulfid turşusu əmələ gətirir. H2S laq yumurtası verən qazlı suda çox yaxşı həll olduğuna görə suda məhlulunu hazırlamaq olar. Sonra hidrogen nə ilə girir? Doymamış karbohidrogenlər hidrogenlə reaksiyaya girəndə doymuş əmələ gətirə bilər. Doymamış karbohidrogenin içində neçə dənə pi rabitəsi varsa maksimum doyması üçün o qədər mol hidrogen lazımdır. Bunlar keçilir. Sonra hidrogen haqqında nə demədik? Qoyayım. Allah. Metallardan amfoter metallar, sink, alüminium, berilyum, qələvi məhlulu ilə girirlər.
Amma bunların heç biri amfoter metallar hidrogenlə reaksiya girmir. Amma başqa metalı baxaq da, natrium hidrogenlə girər, natrium hidrid əmələ gətirər. Nə bilim, kalsium hidrogenlə girər, kalsium hidrid əmələ gətirər. Bir də D metallarının hidridləri olmur. D elementləri, məsələn, mis üstəgəl hidrogen reaksiya girmir. Əlavə yarımqrup metalda onların hidridi olmur. Öyle böyle magnezyum üstəgəl hidrogen, magnezyum hidrid, natrium üstəgəl hidrogen, natrium hidrid əmələ gətirir. Hidridlər də suda yaxşı həll olan bərk maddələrdir. İyon rabitəsi var, belə iyon kristal qəfəsinə malikdir. Hidrid də bayaq dediyi su ilə girəndə qələb və hidrogen alınır. Bunlar haqqında danışdıq. İndi başqa nə idi? Sonra əsas məsələ. Hidrogen qeyri-metallardan silisiumla reaksiya girmir. Bir də fosforla reaksiya girmir. Amma kənarda yazıram ki, silan deyilən bir qaz var. Fosfin deyilən bir qaz var. Bəs bunlar yaxşı alınmır da. Deməli, bax, silan qazı və fosfin qazı birbaşa reaksiyadan alınmır. Yəni birbaşa o deməkdir ki, silisium hidrogendən girmir. Fosfor hidrogendən girmir ki, alınır. Bəs necə alınır? Bunları biz silisium və fosfor dərsində keçəcəyik. İndidən yüklənməyək. Sadəcə bilək ki, silan qazı və fosfin qazı birbaşa reaksiyadan alınmır. Məsələn, alüminium hidrid maddəsi var. Amma bu birbaşa alınmır. Amfoter metallara hidrogenlə reaksiya girmir. Elə deyil. Və yaxud berilyum H2 var. Berilyum amfoter metaldır. Hidrogenlə girmir, axı hidrid alınsın. Hidrogendən harda tətbiq edilir? Hidrogendən baxın, məsələn, amonyak almaq üçün istifadə edə bilərəm də. Tətbiq o deməkdir ki, tətbiq sayısı hidrogendən nə kimi istifadə edirlər? Harda istifadə edirlər? Deyirəm, amonyakın alınmasında, yəni amonyakın sintezində bəli, hidrogendən istifadə edilir. Hidrogen üstəgəl azot idi. Nə bilim, H2S-in alınmasında bəli, hidrogendən istifadə edilir. H2SO4-ün alınmasında xeyr, burada su və SO2 girməlidir. Hidrogendən istifadə edilmədi ki, aydın oldu nə dediyim. İndi bir də məsələyə baxın. Verilir suyun alınmasında siz də deyirsiniz ki, bəli, hidrogendən istifadə edilir. Amma bu hidrogenin tətbiq sahəsi deyil. Səbəb nədir? Niyə deyirsək hidrogeni tətbiq edirlər, istifadə edirlər, su alınır da. Bu tətbiq sayısı ona görə deyil ki, təbiətdə hazır su var. Hazır su var, neynirlər ki, hidrogeni hələ bir istifadə edib təzdən yenə də su alsınlar. Bunlar təbiətdə yoxdur. Hidrogeni istifadə edirlər ki, əmələ gətirsinlər. Su təbiətdə hazır var. Suyun alınması hidrogenin tətbiq sayısı deyil. Və yaxud metan qazının alınması, deyərsən, hə, yəqin, karbon üstəgəl hidrogen. Amma bu təbii qazı yanar dağa bilmirəm, getmişsiniz, getməmsiniz. Yerdən çıxan qazların əsas tərkib hissəsi metan qazından ibarətdir. Hazır təbiətdə var da, neynirlər ki, hidrogeni tətbiq edib, hələ metan qazı alsınlar. Məsələn, xlor qazını keçəndə xloru deyəcək ki, xlordan harda tətbiq edilir? Xlordan deyəcək ki, ağardıcı maddə kimi istifadə edilir, tətbiq edilir də. Yəni, istifadə edirlər ki, ağartsınlar. Dezinfeksiya edici kimi xəstəxanalara getsəz, görəsiz, xlor iyi gəlir. Dezinfeksiya edici kimi istifadə edirlər. Amma xlordan xorezun alınmasında istifadə eləmirlər. Xorezun alınmasında sakit istifadə eləmirlər. Mənə deyil. Qıraqdan basmaq oldu. Bu nə addır? Nə qoy etməli, bir dənə deyim. Sonra deyirəm, hidrogendən deməli, qulaq asın. Hidrogen deyirəm, xlordan xorezun alınmasını istifadə eləmirlər. Xorezu hazır var da təbiətdə duzda, göllərin kənarında. Niyə görə ağ duz olur? Yayda su buxarlanır, duzlar qalır orada, duz tökməyiblər ki o suyun içinə. Duz hazır təbiətdə var, xlordan istifadə eləmirlər bir də, tətbiq eləmirlər. Su təbiətdə var, hidrogenin tətbiq sayısı deyil. Metan təbiətdə var, hidrogenin tətbiq sayısı deyil bu. Hidrogendən dedik, bayaq yanacaq kimi, traktorlarda zatda yanacaq kimi istifadə edilir. Hidrogendən bir dənə də az aktiv metalların alınmasında istifadə edilir. Az aktiv metal nədir? Bura baxın. Məsələn, qoy yazın. Axırıncı cümlələrdə qurtarırıq. Bax, məsələn, yazıram. Bu və yaxud bu. Dində yazın, kalsium. Diqqətlə baxın. Hidrogen bayaq dedi ki, birinci qrupda ona görə yerləşir ki, qüvvətli reduksiya edicidir. Hidrogen az aktiv metalların alınmasında istifadə edilir. Bu nədir? Bu az aktivdir də. Elə deyil. Nə alınacaq? Mis üstəgəl su. Görsən, hidrogen az aktiv metalı aldıq hidrogen vasitəsilə. Və yaxud yenə də burada nə alınır?
su, üstəgəl dəmir. Amma su üstəgəl kalsium deyə bilməzsən. Getmir. Hidrogen yalnız az aktiv, yəni orta aktiv və pasiv metalları reduks edir, onları alır. Amma aktiv metalları reduks edə bilməz, deyə bilməz ki, su üstəgəl kalsium alınır. Belə bir reaksiya yoxdur. Yadda qaldı. Hidrogenden sonra var üzvü kimyadadır, aldehidlərlə reduksiyonu. Nə onların bu radiatı yoxdur. Onları o dərslərdə keçəcəyik. Başqa görüm demədiyim elə bir şey olarmı ki? Elə bir şey yoxdur ki, o testdə olsun və mən onu deməyim. Dərsi diqqətlə oxusaz bütün testi işləyə bilərsiniz. Dayı ne oldu? O adı benim